Investors Investor şirkəti sizi salamlayır. Avron dolların nisbətən qiyməti bugün Asiya sessiyasında 1 dolar 12.41 sentə kimi bağlaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. Beləliklə texniki təhlillər onu göstərir ki, cütlü üzrə qiymət keçən həftənin önəmli müqavimət səviyyəsi sayılan 1 dolar 12.56 sentin altında qalmağa davam edərsə, əlavə olaraq 1 dolar 11.90 və 1 dolar 11.22 sentə kimi də ucuzlaşa bilər. Funtun dolara nisbətən qiyməti isə keçən həftə 1 dolar 29.14 sentə kimi ucuzlaşdıqdan sonra yenidən bağlaşmağa başlayıb. Hal-hazırda 1 dolar 29.80 sent ətrafına ticarət olunan funtun dolara nisbətən qiyməti 1 dolar 29.93 sentin üzərində möhkəmlənərsə, əlavə olaraq 1 dolar 30.40 sent və 1 dolar 31.20 sentə kimi də bahalaşa bilər. Bugün isə dünya valyuta birjalarında avro və dolların qiymətində güclü hərəkətliyə səbəb ola biləcək önəmli fundamental məlumatların açıqlanması gözlənilir. Bunlar Bakı vaxtı ilə saat 12:00-da və 18:00-da müvafiq olaraq açıqlanacaq. Almaniyanın IFO biznes mühiti indeksi və Amerikada avqust ayı ərzində satılan yeni mənzillərin sayı ilə əlaqədar olan məlumatlardır. Eyni zamanda bugün Avropa Mərkəzi Bankının sədri Mario Draghi'nin də çıxışı gözlənilir. Investors Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.